Bez deyiləm, amma tualetə çıxa bilmirəm. Bu nə deməkdir? Çox vaxt insanlar qəbizlikdən şikayət edəndə nəcis kütləsinin bərk olmasını nəzərdə tuturlar. Lakin bir çox xəstə, xüsusən də qadınlar fərqli bir vəziyyətdən əziyyət çəkir. Hər şey normaldır, amma tualetdə nə qədər güzənsəm də nəticə ala bilmirəm. Bəs bunun səbəbi nədir? Əslində bu bağırsaqların yavaş işləməsi deyil, daha çox anatomik və əzələ problemləri ilə bağlıdır. Əsas səbəb pelvik, yəni çanaq problemləri, qadınlarda çanaq tipi əzələlərin zəifləməsi və ya aşağı düşməsi nəticəsində bağırsağın çıxış bucağı dəyişir. Necə deyirlər, bağırsaq sanki düyünlənir və çıxış daraldığı üçün tualetə çıxmaq çətinləşir. İkinci səbəb rektosel, yəni bağırsaq yırtığı. Bu bağırsağın son hissəsində kiçik bir cip və ya şar kimi qabarcığın yaranmasıdır. Tualet zamanı nəcis çıxışa yönəlmək əvəzinə həmin cibə də olur. Bu da xəstədə tualetdən sonra tam boşala bilməmə hissi yaradır. Qeyd. Bu vəziyyət daha çox normal doğum keçirmiş və ginekoloji əməliyyat olunmuş qadınlarda daha çox müşahidə edilir. Bu vəziyyətin tibbi adı nədir? Tibb dilində biz buna çıxış obstruksiyası, yəni tualet çıxışında tıxanma deyirik. Burada problem nəcisdə deyil, mexaniki maneiyədədir. Müalicə sunumları yalnız dərman qəbul etmək bu problemi kökündən həll etməyə bilər. Müalicə üçün fərqli yanaşmalar tətbiq olunur. Birinci davranış terapiyası, yəni doğru tualet vərdişinin öyrədilməsi. İkinci fizioterapiya, çanaq tipi əzələlərinin gücləndirən xüsusi məşqlər. Üçüncü isə həkim məsləhəti. Əgər belə bir şikayətiniz varsa, vaxt itirmədən mütəxəssisə müraciət edin. Unutmayın, bu vəziyyət adi qəbizlik deyil və düzgün diaqnozla həlli mümkündür.